Çox deyir, başını bağlayan görmüşük. Bəli, görə bilərsən. Sən çoxlu namaz qılan görə bilərsən ki, günah eləyir. Çünki günah tək namaz qılmayanlara aid deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, "Kullu bun Adəm xəta." Hər bir Adəm evladı xəta edəndir. Burada namaz qılan da var, namaz qılmayan da var. Lakin gör nə deyir? "Və xayrul xəttainə təvvabun." Lakin xəta edənlərin ən xeyirlisi tövbə edənlərdir. Pis, başı bağlı qadın görmüsənsə, İslamda günah yoxdur. Və onun hicabında da günah yoxdur. Namaz qılıb pis əməllər eləyən birisini görmüsənsə, təqsir onun özündədir. Təqsir İslamda deyil. Sən gəl yaxşısı ol. Sən gəl doğru ol. Sən gəl namazı vaxtında qılan, Allahdan qorxan, haramlardan çəkinən, valideynlərə xidmət eləyən, qonşulara yaxşılıq eləyən, qardaşlara gözəl əxlaq göstərən, vətənə, ümmətə, millətə faydalı birisi ol. Sən ona ibadət eləsən, sənə molla deyəcəklər. Sənə saqqallı deyəcəklər, sənə belə deyəcəklər. Məgər yaraşarmı? Məxluqa görə xaliqə olan ibadəti tərk eləyəsən. Bir çox ayələrdə Allah təala buyurur ki, onlar qiyamət günü əllərini ağzına salıb çeynəyəcəklər ki, "Yə leytəni ləm əttəxid fulanən xalilə." Kaş ki, mən filan kəsə özümə dost tutmazdım. Namaz qılmaq istədim, yayındırdı. Cavansan, qılarsan. Oruç tutmaq istədim, dedi, mərdən xəstədir. Sağalanda tutarsan. Ata-anamın sözünə qulaq asmaq istəyəndə, hələ tezdir, evə gedərsən, dedi. Meçitə gedmək istədim. Dedi, yaşdaşanda gedərsən. Vallahi qiyamət günü peşman olacaqsan bunlara görə. Mənim qəlbim salamatdır deməklə bəs olsaydı, Allah Rasulunun qəlbi ən salamat idi. Peyğəmbər sallallahu əleyhi və səlləmin, əhl-i beytinin qəlbi ən salamat qəlbi idi. Sahabələrin qəlbi ən salamat qəlbi idi. Lakin gecədən səhərə qədər Allaha ibadət edən Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə anamız deyir ki, niyə görə bu qədər ibadət edirsən? Axı Allah keçmiş, gələcək bütün günahlarımı bağışlayıb. Görün nə deyir? Əfələ əkunu əbdən şəkura. Məgər mən Allaha şükür eləyən bir qul olmayım? Keçmiş, gələcək günahları bağışlanmışdı. Lakin biz hələ bilmirik necə olacaq aqibətimiz. Allahın əzabından arxayın şəkildə gəzirik.